Fiziki tərbiyə fənni üzrə qiymətləndirmə. Ki biz fiziki tərbiyə dərslərində hərəkət qabiliyyətlər üzrə hansı qabiliyyəti tədris etməyimizdən asılı olmayaraq şagirdlər necə qiymətləndirmək lazımdır, hansı hərəkətlərlə qiymətləndirmək lazımdır, hamısı burada verilib. Yəni bunları öyrənmək lazımdır. Fiziki tərbiyə dərslərində qiymətləndirmə aşağıdakı formada aparılır. Diaqnostik qiymətləndirmədir, formativ, bir də summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə summativ də iki yerə bölünür. Böyük summativ var, bir də kiçik summativ var. Böyük summativ, bir də kiçik summativ var. Böyük summativ, kiçik summativ bizdə deməli, bizdə deyək də tədris edirdim fizik tərbiyə 5-dən 11-ə qədər kiçik summativ aparılır. Ancaq böyük summativ yalnız buraxılış siniflərində. Buraxılış sinifləri hansıdır? 9-11-ci siniflərdir. Buraxılış 9-11. 4-ü də bura ayrı etmək olar. 4-ü də ayrı etmək olar. 4-cü sinifdə bizdə buraxılış sinifi sayılır. Yəni biz 5-dən yuxarı tədris edirik fiziki tərbiyəni. Ona görə bizdə buraxılış sinifləri 9-11-də böyük summativdir. Kiçik summativ ancaq 5-dən tutmuş 11-ə qədər kiçik summativ aparılır. Diaqnostik qiymətləndirmə deməli, tədris ilinin əvvəlində şagird sinifdən sinifə keçir. Bu diaqnostik, summativ, formativ qiymətləndirmə bu mövzu ümumiyyətcə çox böyük bir mövzudur da. Summativin növləri var, diaqnostik həddindən artıq böyük bir mövzudur. Bunu metodika müəllimləri daha yaxşı bilir. Bunu metodika müəllimləri. Bizdə nə lazımdır bizə lazım olan qiymətləndirmə zamanı istifadə edəcəyimiz hərəkətlər. Hərəkətlər. Diaqnostik qiymətləndirmədə burada verilib. Bu əvvəldə verilib. Diaqnostik qiymətləndirməmiz, diaqnostik, kiçik summativ və böyük summativ qiymətləndirmələrimiz verilib. Bu altındakı hərəkətlər verilib bunlar hamısı. Biz bunları nəzərə yetirəcəyik. Burası əlavə olaraq burada diaqnostik qiymətləndirmədə funksional inkişaf var, fiziki inkişaf var. Ya biz bunları da ilin əvvəlində və yaxud da şagird sinifdən sinifə keçdikdə biz bunları qiymətləndirməliyik. Baxaq ona. Tədris ilinin əvvəlində şagirdlərin fiziki, funksional inkişafı və hərəkət qabiliyyətlər üzrə hazırlıq səviyyəsi müəyyən etmək məqsədilə aparılan qiymətləndirmə formasıdır. Yəni ilkin olaraq qiymətləndirilir ki, görə şagirdlər hansı vəziyyətdədir? Hamısının diaqnostiki var. Sürətin, sürət gücün, əyirgənliyin, dözümlüyün, çevikliyin, qüvvənin hamısının diaqnostik qiymətləndirməsi var. Yəni biz qiymətləndirmə aparırıq diaqnostik olaraq görə şagirdlərin vəziyyəti nə yerdədir? Nə yerdədir? Zəif şagird olacaq, nə bilim, biraz güclü şagird olacaq. Yəni vəziyyətlərin ilkin olaraq aparılması diaqnostik. Fiziki inkişaf. Fiziki inkişaf, fizik olaraq şagird necə inkişaf edir? Fiziki olaraq. Boyu arta bilər, çəkisi arta bilər. Boyun çəki olan nisbəti ola bilər. Yəni boyun çəki olan nisbəti, yəni boyu qısadır, çəkisi çoxdur. Çəkisi çoxdur, nə bilim boyu balacadır, ya boyu uzundur, çəkisi azdır. Yəni boy çəki indeksi var, bir də döş qəfəsinin ölçüsü. Bu funksional fiziki inkişaf. Yəni şagird belə deyə bir növ böyüyür də, sinifdən sinifə keçsə böyüyür. Bu fiziki inkişafdır. Funksional inkişaf nə ola bilər? Funksional nəbz vurğusudur, ağciyərin həyat tutumudur, nəfəs alma falan bizdə funksional inkişafdır. Nəbz vurğusunu ölçməkdir, ağciyərin həyat tutumu ölçməkdir. Bu bizdə funksionaldır. Fiziki inkişaf, boy çəki indeksi, döş qəfəsinin ölçüsü, funksional inkişafda nəbz vurğusu, ağciyərin həyat tutumu. Yəni bunları bilmək lazımdır. Fiziki inkişaf nədir? Funksional inkişaf nədir? Bilmək lazımdır. Formativ qiymətləndirmə dərs müddətində aparılır. Buna toxunmayacağam. Summativ qiymətləndirmə bölmə sonu, bölmə sonunda kiçik summativ aparılır. Yarım ilin sonunda böyük summativ aparılır. Bunlar lazım deyil bizə. Lazım deyə, bunlar lazım, metodika lazımdır. Bizə qiymətləndirmə hərəkətləri lazımdır. Deyək, gəldik, burada hərəkət qabiliyyətlərimiz verilib. Sürət güc, əyirgənlik, qüvvə, sevinclik və dözümlülük. Hamısı verilib. Hamısının qabağında olan mesela dözümlülük. Qabağında olan dözümlüyə aid hərəkətlərdir. Sevincliyin qabağında sevincliyə, qüvvənin qüvvəyə, bədənin əyilmə qabiliyyəti. Hansının qabağında hərəkətlər verilibsə, onlar onlara aid olan hərəkətlərdir, həmin hərəkət qabiliyyətləri. Burada
verilib. Bir dəqiqə. Bunları sileyim. Burada verilib. Baxaq. Diaqnostik qiymətləndirmə. Bunun altında yazılanlar hamısı diaqnostik. Kiçik summativin altında yazılanlar kiçik summativdir. Böyük summativin altında yazılanlar böyük summativdir. Bunlar da verilenler siniflər üstü. Siniflər üstü. Keçən sinifdə hansı qiymətləndirmə normativindən istifadə edə bilərik? Daha biz summativimizi, diaqnostikimizi aparanda həmən bu verilən hərəkətlərdən istifadə edəcəyik. Hər bir hərəkət qabiliyyətin özünə uyğun hərəkəti var. Baxaq, gəldik birinci sürətə. Sürət hərəkət qabiliyyətində diaqnostik qiymətləndirmə zamanı istifadə olunan hərəkətimiz 30 metrə qaçış. Sürətdə diaqnostik qiymətləndirmə zamanı istifadə olunan hərəkətimiz 30 metrə qaçışdır. Böyük summativ zamanı bütün siniflərdə. Burada siniflər ayrılmıyor. Bütün siniflərdə. Fərq yoxdur. 5-dən 11-ə qədər. Böyük summativ qiymətləndirmədə bizim sürətdə qiymətləndirmə normativimiz bu da 30 metrə qaçışdır. Görürsünüz? Diaqnostiklə böyük summativdə eyni hərəkətdir sürətdə. 30 metrə qaçışdır. 30 metrə qaçışdır. Kiçik summativ qiymətləndirməmiz. Kiçik summativ qiymətləndirməmiz. 5-ci siniflərdə 5-ci siniflər verilir burada. 30 metrə qaçış, bir də 4-ün 50 estafet qaçış. 5-ci siniflərdə. 30 metrə, 4-ün 50 estafet qaçış. Gəldik 6, 7, 8, 9-cu siniflərdə 60 metrə qaçış. Bu ümumi orta təhsil səviyyəsi gedir. Ümumi orta təhsil səviyyəsi gedir. 60 metrə qaçış, bir də 4-ün 50 estafet qaçış. Gəldik tam orta təhsil səviyyəsi, yəni 10-11-ci siniflərdə. Tam orta təhsil səviyyəsi. 100 metrə qaçış, bir də 4-ün 50 estafet qaçış. Bir də təkrar edin. Diaqnostiklə böyük summativi eynidir sürətin. Sürətin diaqnostiki ilə summativi eynidir. 30 metrə qaçışdır. 30 metrə qaçışdır. Kiçik summativi. 4-ün 50 estafet qaçışı, baxın, hamısında var. 5-ci sinifdə də var. Yəni, ümumi orta təhsil səviyyəsində də var. Yaxşı oldu, değil mi? Hı? Ümumi orta təhsil səviyyəsində də var. Tam orta təhsil səviyyəsində də var. 4-ün 50 estafet qaçışı. Sırf olaraq ümumi ilə tam ortanı fərqləndirsək, ümumi ilə tam ortanı fərqləndirsək, ümumi ilə tam ortanı belə fərqləndirək ki, burada 5-ci siniflər, balaca siniflər olduğuna görə olaraq 30 metrdir. 5-dən 9-a qədər 60 metr qaçışdır. 10-11-ci sinifdə, yəni tam orta təhsil səviyyəsində 100 metr qaçışdır. Aydın oldu. 4-ün 50-yə hamısında var. 4-ün 50-yə hamısında var. Aydın oldu. Keçək indi sürət gücə. Sürət gücün diaqnostik qiymətləndirməsi. Yerindən uzunluğa tullanma. Böyük summativ qiymətləndirməsi. Bu da yerindən uzunluğa tullanma. Diaqnostiklə böyük summativ eynidir. Yerindən uzunluğa tullanma. Gəldik kiçik summativ. Kiçik summativ. 5-dən 9-a qədər ümumi orta təhsil səviyyəsi gedir. Yəni, ümumi orta təhsil səviyyəsində sürət gücdə kiçik summativ olaraq qaçaraq uzunluğa, qaçaraq hündürlüyə tullanma və 150 qram tenis topunun atılması. Ümumi orta təhsil səviyyəsi. Keçək tam orta təhsil səviyyəsində. Yəni 10-11-ci siniflərə. Qaçaraq uzunluğa, qaçaraq hündürlüyə tullanma və qumbaranın atılması. İndi burada biraz fərqləndir. Dedi ki, diaqnostiklə böyük summativ eynidir. Yerindən uzunluğa tullanma. Eynidir. Kiçik summativdə qaçaraq uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma
Ümumi ortada da var. Ümumi ortada. Tam ortada da var. Burada da qaçaraq uzunluğa, qaçaraq hündürlüyə tullanma. Hər ikisində var. Qaçaraq uzunluğa, qaçaraq hündürlüyə tullanma. Ümumi ortada da var, tam ortada da. Sırf olaraq tam orta ilə ümumi ortanı fərqləndirsək, sürət gücdə. Ümumi ortada 150 qram tenis topunun atılması, tam ortada isə qumbaranın atılmasıdır. Çəkisi oğlanlar üçün 700 qramdır, qızlar üçün 500 qramdır qumbaranın çəkisi. Yerindən uzunluğa tullanma, diaqnostik böyük summativ ikisində də var. Qaçaraq uzunluğa, e, qaçaraq hündürlüyə tullanma. Həm ümumi orta təhsildə var, həm də tam orta təhsildə var. Fərqli cəhətləri ümumi orta ilə tam ortanın ondan ibarətdir ki, ümumi ortada 150 qram tenis topunun atılmasıdır, tam ortada isə qumbaranın atılmasıdır. Aydın oldu. Keçək növbəti bədən əyilmə qabiliyyətinə. Bədən əyilmə qabiliyyətinə bax. Yəni, əyilgənlik qabiliyyəti. Diaqnostik nə? Böyük summativ. Burada da eynidir. Oturmuş vəziyyətdən irəliyə əyilmə. Oturmuş vəziyyətdən irəliyə əyilmə. Diaqnostiklə böyük summativi eynidir. Gəldik, indi kiçik summativ qiymətləndirməsi. Burada ümumi orta təhsillə tam orta təhsil fərqlənmir. Görürsünüz? 5-dən tutmuş 11-ə qədər. Eyni hərəkətlər. Eyni hərəkət. Burada görürsünüz ancaq, burada bir dənə var, görürsünüz, ortadan xətt çəkilib ki, ümumi orta ilə tam orta fərqlənsin. Bu da bədən əyilmə qabiliyyətində yoxdur. Hamısı eynidir. Deməli, gəldik, baxaq kiçik summativ. Oturaraq dizləri bükmədən irəliyə əyilmə. Eyni hərəkətdir. Oturuş vəziyyətdə irəliyə əyilmə, oturaraq dizləri bükmədən irəliyə əyilmə. Eyni hərəkətdir. Ayaqlar birləşik duruşdan irəliyə əyilmə, oturaraq dizləri bükmədən irəliyə əyilmə, ayaqlar birləşik duruşdan irəliyə əyilmə, sonra körpü vəziyyəti, gimnastika ağzının başlarının arxaya aparılması. Təkrar edir. Diaqnostiklə böyük summativ, oturuş vəziyyətini irəliyə əyilmə. Kiçik summativ, oturaraq dizləri bükmədən irəliyə əyilmə və yaxud da oturuş vəziyyətində irəliyə əyilmə. Ayaqlar birləşik duruşdan irəliyə əyilmə. Körpü vəziyyəti, gimnastika ağacının baş üzərindən arxaya aparılması. Burada bədən əyilmə qabiliyyətində ümumi orta təhsillə tam orta təhsil fərqlənmədiyi gördünüz. Keçək növbəti ikinci yarımına keçək. Bu yarımın söhbətlərinə girməsək daha yaxşı olar, birinci yarımın, ikinci yarımın. Keçək qüvvəyə. Qüvvə qabiliyyətinə baxaq. Görək burada diaqnostiklə böyük summativə baxaq. Burada da eyni. Diaqnostiklə böyük summativi eynidir. Oğlanlarda hündür turnikdə sallanmış vəziyyətindən dartınma. Yellənmə demir, ha. Diqqətli olun. Sallanmış vəziyyətindən dartınma deyir. Qüvvənin diaqnostik qiymətləndirmə normatividir. Həmçində böyük summativ. Qızlarda alçaq turnikdən sallanmış vəziyyətindən dartınma. Keçik böyük summativ. Burada da oğlanlarda hündür turnikdə sallanmış vəziyyətdə dartınma, qızlarda alçaq turnikdə sallanmış vəziyyətində dartınma. Diaqnostiklə böyük summativ eynidir qüvvədə. Keçik kiçik summativə. Kiçik summativ də burada fərqlənmir. Mən üzr istəyirəm. Hə. Qızlarda elə bir sallanmış vəziyyətdə dartınma olmaz. Ayaqlar yerdə olar dartınma. Yo, dartınmadır. Dartınmadır. Azad. Qızlarda Qızlarda da dartınmadır. Qızlarda da dartınmadır. Oğlanlarda da dartınmadır. Qızlarda məncə bilsin müəllim necədir? O Metodik vəsaitdən götürülür. Oradan sallanmış vəziyyətdə necədir? Ayaqlar yerdən üzülmür də elə bir. Amma üzülmür. Üzülməyinə. Burada da dartınırsın. Alçaq turnik. Prosta dartınırsan, prosta belə deyil. Elə bir sallanmış fason da belə deyil. Sallanmırsa, bu ayaqlar yerdən üzülmür.
50 Ay asılılıq sağ ol. vəziyyətdə Alçaq yarım türnik nəyə yarım belə deyilir? deyim. Alçaq türnik 45 nəyə dərəcə görə vəziyyətdə deyilir? tekirsən dartırsan özü. Turnikə Düz tərəf belə deyirsən, düz deyək. deyirsən. Aza dartınma gedir. Dartınma gedir. Mən bildim. Keçdik kiçik summativinə. Kiçik summativində də burada da ümumi orta ilə tam orta təhsil fərqlənmir. Ümumi ortadan ilə tam orta təhsil fərqlənənlər görürsünüz burada dözümlü arasında xətt çəkilir. Xətt çəkilir arasında. Keçdik qüvvən kiçik summativdə. Burada da oğlanlar hündür turnikdə sallanmış vəziyyətdə dartınma, qızlar alçaq turnikdə sallanmış vəziyyətdə dartınma. Burada da həmən o cümlələr var. Sonra əlavələr. Kəndirə dırmanma var. Sonra qolların dayaqdan güclü basılması var, oğlanlar. Uzanaraq dayaqdan qolların güclü basılması. Yəni bizim bildiyimiz jim vəziyyəti. Gimnastika skamyasında qızlar. Gimnastika skamyasında əllərlə dayaqdan qolların güclü basılması. Qızlar verilir bunun mötəzələ. Gimnastika skamyasında əllərlə dayaqdan qolların güclü basılması. Bu da qızlardadır. Elə bir ki, qızlar bir növ bir 30 santimetr, 25 santimetr oğlanlardan hündürdə əllərini dayağa qoyub, belə deyək, bizim bildiyimiz jim vəziyyəti. Jim edirlər. Yəni dayaqdan qolların güclü basılması. Bir əllə dayaqdan tək qısmı oturub durma. Bir əllə dayaqdan tək qısmı oturub durma. Bir də gövdənin güclü basılması. Bu da qüvvənin kiçik summativ qiymətləndirmə normatividir. Bir də təkrar edək. Oğlanlar hündür turnikdə sallanmış vəziyyətdə dartınma, qızlar alçaq turnikdə sallanmış vəziyyətdə dartınma, əlavələr kəndirə dırmanma, oğlanlar uzanaraq əllər dayaqdan qolların güclü basılması, qızlar əllər gimnastika skamyasına qolların güclü basılması, bir əllə dayaqdan tək qıslı oturub durma, gövdənin güclü açılması. Keçsik çevikliyə. Çevikliyin diaqnostik ilə böyük summativ qiymətləndirmə normativi eyni. 3-ün ona məhkic qaçışıdır. Diaqnostikdə də 3-ün ona məhkic qaçış, böyük summativdə də 3-ün ona məhkic qaçış. Çeviklikdə də kiçik summativ normativləri ümumi orta, tam orta təhsil olaraq fərqlənmir. Eyni normativlərdir. Ümumi orta təhsil və yaxud da tam orta təhsil fərqlənmir. Keçdik indi baxaq. Kiçik summativ. Çeviklikdə. Basketbol topunun səbətə atılması. Futbol, handbol topunun qapıya vurulması. Futbol topunun və yaxud da handbol topunun qapıya, futbol topunun qapıya ayaqla vurursan, handbol topunun qapıya əllə vurursan. Voleybol topunun ötürülməsi. Kiçik summativ. Bir də təkrar edirəm. Çevikliklə. Futbol topunun, basketbol topunun səbətə atılması, futbol və yaxud da handbol topunun qapıya vurulması, voleybol topunun ötürülməsi. Bu da çevikliyin qiymətləndirmə normativləri, kiçik summativ. Keçid dözümlüyə. Dözümlükdə diaqnostik ilə böyük summativdə fərqlilik var. Diaqnostik qiymətləndirmə. 6 dəqiqəlik qaçış. 6 dəqiqəlik qaçış. Böyük summativ qiymətləndirmə. Ümumi orta təhsildə 1500 metr qaçış, tam orta təhsildə isə 2000 metr cross qaçış. İkisi də crossdur. Ümumi orta təhsildə 1500 metr cross qaçışı, tam orta təhsildə isə 2000 metr cross qaçışıdır. Aydın oldu. Dözümlüyün böyük summativlə diaqnostiki fərqlənir. Keçdik kiçik summativ. Ümumi orta təhsil. Yəni 5-dən ümumi orta təhsil burada 5-dən 9-a qədər yox, burada 5-dən 10-a qədər götürək. Ümumi orta təhsil düzdür, 5-dən 9-a qədər gedir. Burada ancaq belə deyək də 5-dən 10-a qədər götürüblər bunu. 5-ci siniflərdə, yəni kiçik yaşlar olduğuna görə 1000 metr qaçırılacaq şagirdləri, 1000 metr cross qaçışı. 5-dən 6-dan 10-cu sinifə qədər
1500 metr cross qatışı 6-dan 10-cu sinifə qədər. 11-ci siniflərdə 2000 metr cross qatışı. Bir də təkrar edirəm. Kiçik summativ 5-ci siniflər 1000 metr cross qatışı, 6-dan 10 sinifə qədər 1500 metr cross qatışı, 11-ci sinifdə isə 2000 metr cross qatışı. Bu da oldu bizim qiymətləndirmə normativlərimiz. Saxlayalım.